Başladın. Bəli. Belə bir gözəl ev harda var. Elə bir ki, Amerikada oturmuşsan, Amerika deyərsən, Amerikansk evdir, bax. Belə bir gözəl evdir. Ümumi 3 sotdan çox torpaq sahəsidir. Sol tərəfində yəni bağ bağçası, sağ tərəfində bağ bağçası. Yerləşmə yeri haradır? Sumqayıt yolunun üzərindədir. Gənclər şəhərciyinin arxasındadır. Bax, buradan görsək, bir villalar görsək, hamısı burada villalardır, gözəliniz. Çox elitli bir yerdir. Yolu asfaltdır. Sağ tərəfində söhbətgahıdır. Burada da yəni sevir, manqal. Nəsə yıla bilərsə, burada soyuna, aynat sırtını, xətmə kimi qoyub, erkə xətmə kimi qoyub. Yəni burada qəşəng manqayla disip yarada bilərsiniz, söhbətgah yarada bilərsiniz. Ümumi evimiz 6 otaqdan ibarətdir. Həyati kamiklaşla döşənə belə gözəllikləri. İnşallah ev olmayan insanlar Allah da gözəllər, rəhmət etsin. Evimizin sağ tərəfində, sol tərəfində müəyyən qədər məsafə saxlanılır. Peykanlar mərmərlə tərtib olunub, daxil olub evimizin içinə. İnşallah ev olmayan insanlar Allah da rəhmət etsin. Aborlar çox gözəl effektli aborlardır. Solda mətbəxdir. Biz buna mətbəx deyiləm, buna otağıdır. Görünə bunu genişlikdən maşallah. Çok süper. Əla. Burada mətbəx otağı burası. Evimizin qonaq otağı, kətdən qonaq otağını çəkir. Elə mətbəx oldu qonaq otağı. Ümumi 6 otaqdan ibarət. Qiymət çox səhvəlidir, qiymətlidir. 68 min manata. Belə bir gözəl elitli yerdə yerləşdirimiz. Maşın kasada tərif olmuşlar, 8 27. Burası isə şu an havazenimizdir. O da satışdadır. Ev alanın üstündə hər yeri. Hasarla məsafəsi 1 metrə məsafə saxlanır, boşanlaşma inşa olub. Birinci mərtəbədə yerləşir, yataq otağı da geniş otaq. Burada standart boşalmamız, yer istifoldur. Duşqabın üstü əlavə var, yer saxlanılır, kanalizəcəyimiz. Pəncərə düşən tərəf, düşmən tərəf boşanlaşdır. İndi isə ikinci mərtəbəsindən mən sanış edin. Sənətləri ipoteka yaraladı. Doktor, buranı nasıl göstərdirsə, bura sanitar boşalır. Gəl zəhmət olmasa buradan mən izah edeyim. Bax, bir də orada deyəm. 1, 2, 3, 4. 4 dənə otağı buradadır. Aşağıda bir yataq otağı, qonaq otağı, mətbəx. Ümumi 6 otaqdan ibarətdir. Zəhmət olmasa çək bir otaqlarınızı. Bütün otaqları da xatırladım ki, kondisioner əlavə olan 6 lok elektrik xətti buraxılıb. Bura. Belə bir əlbəttə otağı burada var. Əndəsin qarşını görürüz ki, sən himayəli yoxdur. Qapılar ustalan rozetdir. Yəni, baxırsan ki, qəşək görürüz. Burada adam alırsan qarşısın. Burada geniş yataq otağıdır. Çox mükəmməli. Taburun da maşallah. Zövq var. Zövq qəşək. Sonra nə yataq otağıdır? Zəhmətimiz onu görsək. Geniş həyətdə olan ev harda var, 6 otaqlı özdə. Oradan sol tərəfdən də birbaşa Sumqayıt yoludur, kanalizasiyamız Monza. Çaldıq sarayının arxasıdır, Gənclər şəhərciyinin arxasıdır. Əlavə məlumat üçün zəng vura bilərsiniz, kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni saçma sahələrlə birinci növbədə tanış ola biləsiniz.